İnsanlar haqqında boş-boş danışmaq, olan və olmayan məlumatları başqasına ötürmək, başqasının arxasınca danışmaq, onun bunun haqqında söz daşımaq. Qısacası Azərbaycanda, Azərbaycan mentalitetində qeybət deyilən mövzu haqqında bu gün danışmaq istəyirəm. Niyə görə insanlar belə bir şeyə ehtiyac duyur və niyə görə qadınlar arasında bu daha çox yayılıb? Bu haqda öz fikirlərimi, həmçinin psixoloji nöqteyi nəzərdən hansı məqamlar var, bunları qeyd etməyə çalışacağam. Yəqin ki, siz də diqqət yetirmisiniz ki, insanların əksəriyyəti, xüsusilə də qadınlar, başqalarının ardınca danışmağı, başqasının sözünü ona buna daşımağı daha çox sevirlər və bizim cəmiyyətimizdə ən azından gördüyüm qədərilə bu son vaxtlarda daha çox yayılıb və xüsusilə də rayon ərazisində yaşayan xanımlar arasında bunu daha çox görürük. Mən uşaq vaxtı olanda hətta evdə nənəm və başqa qadınlar olurdu. Bizə qonşudan gəlirdilər. Onların söhbətinə qulaq asmağı daha çox sevirdim. Çünki başqaları haqqında o qədər belə abartılı cümlələrdən istifadə edirdilər. Bu mənə çox maraqlı gəlirdi. Yəqin ki, siz də belə hallarla qarşılaşmısınız. Amma son vaxtlarda mənim diqqətimi bu mövzu çəkdi və düşündüm ki, biraz daha araşdırma eləyim və yaxud da biraz daha müşahidə eləyim ki, insanın hansı psixoloji mexanizmi onda belə bir şeyə ehtiyac yaradır. Və buradan belə nəticəyə gəldim ki, əslində insan boşluğu sevən bir varlıq deyil. Yəni hər zaman o boşluq, yalnızlıq hissini nəyinəsə doldurmağa çalışır və müşahidələrindən belə aydın oldu ki, həyatında heç bir məqsədi, çata biləcəyi bir ali məramı olmayan bir insan belə bir şeylərə daha çox meylli olur. Nəinki qeybət eləməyə, hətta zərərli vərdişlərə, həyatında uyğun olmayan bir şeylərə meylli olmağa daha çox səy göstərir. Və qeybət eləyən insanların da 99%-nin həyatı boş və mənasız işlərlə doludur. Həyatında çata biləcəyi ali bir məqsədi yoxdur. Bütün həyatını, belə demək mümkünsə, digər insanlar haqqında danışmağa sərf edir və digər insanlar haqqında yanlış, doğru, yəni fərq eləmir burada. Müəyyən informasiyaları başqalarına çatdırmaq onun əsas həyat missiyasına çevrilir. Burada qeybətin mövzusu nə olursa olsun fərqi yoxdur. İstər müsbət mənada kimsə haqqında danışmaq, istər mənfi anlamda bu insanın eyni ehtiyacından qaynaqlanır. Burada əsas ehtiyac nədən ibarətdir? İnsanın öz varlığını sübut eləmə ehtiyacı. Yəni mənim həyatda heç bir məqsədim, məramım yoxdur. Mən digər insanlar haqqında danışaraq, onlar haqqında onunla bununla müzakirə eləyərək öz həyatı məqsədimi gerçəkləşdirirəm. Öz həyatımda öz varlığımı özümə sübut eləmiş oluram. Başqası haqqında qeybət edən zaman biz əsasən nələrə diqqət yetiririk? Yəni özünüz də düşünün, bəlkə də həyatınızda siz də bir dəfə bunu yaşamısınız və yaxud da ətrafınızda qeybət edən insanlar daha çoxdur. Ən çox biz kimlər haqqında qeybət eləməyi sevirik? Özümüzün gözümüzün götürmədiyi, belə sadə el dilində desək, gözümüzün götürmədiyi insanlar haqqında danışmağı daha çox sevirik. Məsələn, iş yerində hansısa işçinin digər iş yoldaşından xoşu gəlmirsə, onun bacarıqlarını və yaxud da uğurlarını görməmək istəyirsə, görməzlikdən gəlmək istəyirsə və yaxud da qısqanırsa, onun haqqında qeybət eləməyə daha çox meylli olur. Mən yəni öz müşahidələrim əsasında onu deyə bilərəm ki, bir insan başqası haqqında mənfi təəssüratlar bölüşürsə, istənicə o insana paxıllığından dolayı bunu eləyir və yaxud da onun uğurlarını gözü götürmür və yaxud da özünü sanki daha natamam hiss eləyir və o insanın tamlığını görəndə, onu beynində ideallaşdıranda onun haqqında başqasına qeybət eləyərək sanki öz natamamlığını örtbasdır eləməyə çalışır. Yəni mən daha üstünəm, o məndən daha aşağı səviyyədədir. Bunu özünə sübut eləməyə çalışır əslində. Başqasına danışmaqdan məqsədi də dolayı yolla bu olur ki, yəni o başqası da o insan haqqında pis düşüncədə olsun, onun daha aşağı səviyyəli olduğunu fərqində olsun ki, məni daha yüksək görsün. Özünü sübut eləmək ehtiyacından qaynaqlanır. Qısacası onu deyim ki, əgər sizin həyatınızda çata biləcəyiniz hansı ali bir məqsədiniz yoxdursa, həyatınızda gününüzü planladığınız təqdirdə orada sizin işinizə yarayacaq, sizin ehtiyaclarınızı qarşılayacaq məşğuliyyətlər yoxdursa, siz elə boş-boş işlərə, boş-boş qeybətlərə daha çox meylli olacaqsınız. Mən özüm həyatımda planlamadığım günlər olub. Yəni bir neçə ay öncə mən özüm də elə bir vəziyyətə düşmüşəm, hansı ki, heç nə eləmək istəmirdim. Həyatımı, günümü planlamaqda çətinlik çəkirdim.
avtomatik mən gördüm ki, mənim beynim daha çox mənə zərərli olan bir şeylərə fokuslanır. İstər qidalanmaq baxımından, istər hərəkətsizlik baxımından, istərsə də o boş-boş qeybət, başqası haqqında düşünmək, yəni bunlara daha çox meyllənir. Ona görə də siz həyatınızı boş-boş işlərə sərf eləsəniz və yaxud da hansı bir ali məqsədə sizin üçün faydalı olan bir şeylərə yönəltməsəniz, sizin beyniniz də eynən o rayondakı bəzi xanımlar kimi qeybətlərə fokuslanacaq və digər insanları müzakirə etmək sizin üçün daha maraqlı olacaq. Hansı ki, digər insanlar bizim güzgümüzdür. Biz onlar haqqında mənfi, müsbət danışaraq özümüzü təsdiq eləmiş oluruq. Mənim boşluğum varsa hansısa bir yerdə, mən başqa insanları alçaldaraq o boşluğumu doldurmağa çalışacağam və yaxud da xoşuma gələn, idealizə etdiyim bir insan haqqında daha çox danışaraq, sanki onu özümlə eyniləşdirirəm və öz boşluğumu tamamlamağa çalışıram. Sizin də həyatınızda ola bilər mən qeybət eləyən insanların pis insanlar olduğunu düşünmürəm və ya bunu burada onları təbliğ eləməyə çalışmıram ki, siz o insanlardan uzaq olun, o insanlar pis insanlardır, yox. Sadəcə insan həyatında hansısa bir davranışı eləyirsə, hansısa bir fəaliyyətlə məşğuldursa, istər zərərli, istər faydalı, bu onun ehtiyaclarından dolayıdır. Və mən o insanların ehtiyaclarını başa düşdüyümə görə heç kimi qınamağa burada haqqım yoxdur və sizə də bunu təbliğ eləməyə çalışmıram. Amma siz özünüz də belə bir fəaliyyətlə məşğulsunuzsa və düşünürsünüzsə ki, həyatınızda digər insanlar haqqında danışmaq sizin üçün daha maraqlıdır, daha çox danışmağa ehtiyac duyursunuz. Burada biraz araşdırmağa, düşünməyə ehtiyac var. Öz həyatınızdakı o boşluğu doldurmaq üçün daha faydalı nələr eləyə bilərəm deyə düşünməyinizə ehtiyac var. İnanın ki, o rayonda yaşayan xanımlara faydalı bir məşğuliyyət versək, hansı ki gün ərzində sistemli şəkildə onları eləsələr, həyatlarında o boşluğu yarada biləcək bir vaxt qalmayacaq. Yəni onlar daha səmərəli, daha faydalı işlə özlərini təsdiq eləmiş olacaqlar və bu da onları qeybətdən çəkindirəcək. Bir insan həyatda hansısa bir ali məqsədə fokuslanırsa, günlük olaraq öz işlərini o ali məqsəd üzərində qurursa, inanın ki, o insanın boş-boş işlərə vaxtı qalmır. Nə zərərli qidalanmağa vaxtı qalmır, nə sağlamlığı üçün, fiziki sağlamlığı üçün zərərli bir şeylərə yönəlməyə vaxtı olmur, nə də boş, mənasız işlərə beyni onu yönləndirmir. Çünki insan ali məqsəd üçün yaşayır. Ən azından öz həyatımda bunları müşahidə eləmişəm. Yəni mən həyatımda hansısa bir məqsəd qoyub ona doğru irəliləyirəmsə, özümə plan qururaqsa, mənim digər insanlar haqqında düşünməyə belə vaxtım qalmır. Yəni kiminsə qızı ərə getdi, kiminsə oğlu boşandı, ay nə bilim kiminsə elçiliyində belə bir şey baş verdi. Bu kimi söhbətləri eləməyə nə marağım qalır, nə vaxtım qalır. Mənim üçün boş bir şeylər olduğuna görə, zamanım dəyərli bildiyimə görə heç şeylərə vaxt ayırmıram. Siz də ətrafınızda belə insanlar varsa, sadəcə onların ehtiyaclarını başa düşərək, onlardan uzaqlaşmağınız və yaxud da ümumiyyətlə onlarla bir araya gələndə başqaları haqqında qeybət eləmək, danışmaq üçün mənim vaxtım yoxdur deyə öz sərhədlərinizi sadə dildə desəm çizməyi öyrənməyiniz lazımdır. Özünüz belə bir məşğuliyyətlə məşğulsunuzsa, öz həyatınıza bir baxmağınız lazımdır ki, mənim həyatımda nə yerində deyil, nəyi anlamsız buluram, anlamsız görürəm, nəyin boşluğunu onunla doldurmağa çalışıram. Buna diqqət yetirsəniz, düşünürəm ki, sizin həyatınız daha keyfiyyətli hala gələ bilər. Dinlədiyiniz üçün təşəkkür edirəm.